Bizim Azərbaycanla həm iqtisadiyyatda, həm də siyasətdə həmişə çox yaxşı və səmimi münasibətlərimiz olub və bu davam edir. Bu barədə Rusiya prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə Azərtacın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında bildirib. Bir neçə il əvvəl iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığını xatırladan Rusiya dövlətinin başçısı qeyd edib. Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır. Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcminin 10 milyard dolları keçdiyini vurğulayan Vladimir Putin deyib. Rusiya kapitalı ilə çoxlu sayda müəssisə fəaliyyət göstərir. Humanitar məsələlərdə sıx qarşılıqlı fəaliyyətimiz var. Vladimir Putin həmçinin iki ölkənin logistika sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələsinin olduğunu bildirib. Rusiya prezidenti buna nümunə olaraq Şimal-Cənub nəqliyyat dəhlizini göstərib. Rusiya prezidenti Vladimir Putin İrana humanitar yardımın çatdırılmasında köməyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə Azərtacın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında Rusiya prezidenti Vladimir Putin deyib: "İrana humanitar yardım göndərməyimizə kömək etdiyinə görə prezident İlham Əliyevə çox minnətdarıq. Azərbaycan tərəfi bu məsələdə çox və səmərəli işləyib. Bütün xahişlərimizə dərhal reaksiya verib və bu həmin sahədə də vəziyyətin yumşaldılması üçün çox vacibdir." Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır. Bu barədə Rusiya prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə Azərtacın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında bildirib. "Biz bir sıra konkret istiqamətlər üzrə danışıqlar aparırıq. Bu barədə danışmaq hələ tezdir. Bu ilk növbədə energetikaya aiddir. Biz prezident İlham Əliyevlə görüşəcəyik və bütün bunlar haqqında mütləq danışacağıq", deyə Rusiya prezidenti vurğulayıb. Prezident Putin həmçinin qeyd edib ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə davam edir. Rusiya prezidenti Vladimir Putin İrana humanitar yardımın çatdırılmasında köməyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə Azərtacın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında Rusiya prezidenti Vladimir Putin deyib: "İrana humanitar yardım göndərməyimizə kömək etdiyinə görə prezident İlham Əliyevə çox minnətdarıq. Azərbaycan tərəfi bu məsələdə çox və səmərəli işləyib. Bütün xahişlərimizə dərhal reaksiya verib və bu həmin sahədə də vəziyyətin yumşaldılması üçün çox vacibdir." Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır. Bu barədə Rusiya prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə Azərtacın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında bildirib. "Biz bir sıra konkret istiqamətlər üzrə danışıqlar aparırıq. Bu barədə danışmaq hələ tezdir. Bu ilk növbədə energetikaya aiddir. Biz prezident İlham Əliyevlə görüşəcəyik və bütün bunlar haqqında mütləq danışacağıq", deyə Rusiya prezidenti vurğulayıb. Prezident Putin həmçinin qeyd edib ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə davam edir.